Lənkəranda yol problemindən danışacağıq. Gəlin sujeti izləyək. Ələt-Astara magistral üzərində yerləşən Digah və Şilavar kəndləri rayon mərkəzindən 3 kilometr məsafədə yerləşir. Sonuncu dəfə 10 il əvvəl əsaslı təmir olunan Digah-Şilavar yolu artıq bir neçə ildir ki, yararsız vəziyyətə düşüb. Yolun bir hissəsi yerli bələdiyyə və sakinlərin köməyi ilə bir neçə dəfə çınqıllansa da bu tədbirlər kifayət etməyib. Xüsusilə də yağış və qarlı havalarda palçıqlı yolda məktəblilərin dərsə, valideynlərin isə işə gedib gəlməsi çox çətinləşir. Burada əhali çoxdur, 2 dənə kənddir. İndi köçənlər də, təzə köçənlər də var, əhali çoxdur. Hamısı da məktəbə gedir. Bu meşə tərəf ərazidə vəhşi yollar bərbad haldadır. Maşınlarımız dağılır, özümüz əziyyət çəkirik. Nə qədər də müraciət eləmişik, əhəmiyyət verən yox. Keçən il yığdılar, düzəltdilər bu yolu azmaz. Bu xəndəkləri biraz doldurdular. Sonra yağışlı aylar idi, bu aylar idi. Yağış yağdı, sonra süpürdə apardı. Asfaltı tamamilə dağılmış, bərbad vəziyyətdə olan yolun bəzi hissələrində sakinlər çuxurları daş və beton parçaları ilə dolduraraq vəziyyəti bir qədər yüngülləşdirməyə çalışırlar. Sakinlərin sözlərinə görə içəri məhəllələr ümumiyyətlə pis gündədir. 18-ci məhəllə adlanan ərazidə avtomobillərin hərəkəti demək olar ki, mümkün deyil. Buna səbəb həmin məhəlləni kəndin əsas yoluna birləşdirən hissədə bərənin olmasıdır. Mən bu yolda gəzərlə gedə bilmirəm. Yıxılıram, dururam, mən qoca kişiyəm. Bu yolu bərpa eləmək lazımdır. Ən çox çətinlik isə nəqliyyatın hərəkətində yaşanır. Sürücülər bildirirlər ki, yolda əmələ gələn dərin çala çuxurlar nəqliyyat vasitələrinə ciddi ziyan vurur. Biraz yağış yağanda gölməçələr yaranır. Bir dənə təkər düşür, yanmaya təkər əyilir. İctimai nəqliyyatı sürürəm, xalqa xidmət edirəm. Yollarımız pis gündədir, işləmə olmur. Çuxurlara düşürük. Yollarımız yaxşı olsa daha rahat mənzil başına sərnişinləri apararıq. Problemlə bağlı müraciət etdiyimiz Şilavar Bələdiyyəsinin sədri bildirdi ki, yol hər il daxili imkanlar hesabına cari təmir olunur. Lakin yeni salınan məhəllələrdə ev tikintisi üçün istifadə edilən ağır tonajlı maşınlar yolların dağılmasına səbəb olur. Yolun əsaslı təmirinə gəlincə, bu yolda gecikilik çoxdur. Bu səbəbdən də bu yollar dağılır. 2016-cı ildə bu yol əsaslı təmir olunub. Hal-hazırda da icra hakimiyyəti tərəfindən plana salınıb ki, bu əsaslı təmir işləri aparılsın. Vəsait ayrılmadığına görə bu işlər başa çatmadı. Vətəndaşların müraciəti əslində biz yenə çınqıl gətirmək istəyirik. Müəyyən qədər vəsait toplaya bilsək, biz bu işləri qısa müddətdə edəcəyik. Qeyd edək ki, Digah-Şilavar kəndlərini birləşdirən avtomobil yolundan 6000-dən çox sakin istifadə edir.